Okay. Söhbət ondan ibarətdir ki, hələ ki axtarışdayam. Dekabrın 22-sindən işdən çıxmışam. Bəzi günlər kimsə əvəz eləmək üçün bəzi iş yerlərinə getmişəm. Mən qədər pulsuz qalmadım. Ancaq yenə də tam daimi işim yoxdur. Bir dənə iş qrafikli olan bir yer var. Səhər saat 7-dən gündüz saat 3-ə qədər. Əslində ağlımda onu tutmuşam. O qrafikli işi belə deyim, tutuzdurmaq istəyirəm. Zəng eləmişəm 3 dəfə. Bu gün də axırı səfər zəng elədim. Qeyd edilər ki, nömrənizi qeyd eləmişik. Hələ ki bir cavab yoxdur. Digər insanların da kontingentinə, digər insanların da CV-lərinə baxılacaq, məlumatlarına baxılacaq. Ondan sonra da sizə geri dönüş olacaq. Bu nə vaxt olacaq bilmirəm və ya da olacaq, onu da bilmirəm. Qrafiki mənə görə çox idealdır. 15 gün iş qrafiki verir, səhər saat 7-dən gündüz saat 3-ə qədər. 2026-da nələr baş verir? Yəni daxili olaraq, düşüncə olaraq nələr baş verir əslində? 2026-da da 25-də olduğu kimi, 24-də, 23-də olduğu kimi bir his var ki, məni özünə bürümək istəyir. Bir his var ki, məni belə deyim, qucaqlamaq istəyir. O hissi nədir? Özünə inamsızlıqdır. Etdiyim hər bir addımda, məsəl üçün, olsun, video çəkmək olsun, hər hansı bir iş axtarmaq olsun, heç vaxt özümə inanmamışam və ən minimum haradadırsa orada özümə yer tapmağı düşünmüşəm. Buna da şükür demişəm. Özümə inamsızlıqdan. Ancaq pis və yaxşı bu il özümə tam fokuslanmaq, özümə tam inanmağı seçirəm. Eləyəcəm deyil də artıq eləyirəm. Çünki yanvarın birində bir yorğunluq gəldi üzərimə. Və düşündüm ki, görəsən mən tapa biləcəm nəsə bir iş. Görəsən mən eləyə biləcəm. O düşüncəni belə bir 2 sənə, 3 sənə saxladım. Sonra da qovdum özümdən və dedim ki, artıq bu il fərqli yaşa. Bu il edəcəksən. 100%. Ən yaxşısını tapacaqsan, ən yaxşısını görəcəksən. 30-dan çox yerə CV göndərmişəm, amma heç birinin cavab yoxdur. Yenə də cavab olmasa belə bunu mütləq ki olacaq. Bilirsiniz, ən pis tərəfi nədir? Sənin düşüncədə olan insanların sənin yanında olmamasıdır, mənə görə. Və sənin düşüncəndə olmayan insanların sənin videolarına baxıb başqa yöndə, başqa düşüncələrdə qapılmasıdır. Biraz gülüş obyekti olur ki, sən niyə belə bir şey eləyirsən? Ancaq mən əslində rus kontentində olan bloqerlərin videolarına daha çox baxıram və orada demək olar ki, ideal görsəm mən yüzlərlə bloqerə abunə olmağa çalışmışam və xoşuma gəlib onların öz sadəlikləri, öz stillikləri, öz stili olması. Və mən bir anda düşündüm ki, görəsən onlara da belə bir şeylər, reaksiyalar bildirirlər. Yenə də giz-giz nəsə paylaşırsan, yenə də boş-boş nəsə paylaşırsan. Nə bilim, bu qəbildən olan yüzlərlə fikirlərlə müraciət edirlər, yoxsa da tək bizə aiddir bu. Çox güman ki, onlara deyirlər, çünki onların da öz konseptlərini qıracaq, öz belə deyim, komplekslərini qıracaq. Yüzlərlə addım atırlar, kimsə avtobusda, kimsə yolda kameranı qoyur, sadəcə söhbət eləyir. Belə bir kompleksimin olduğunu düşünmürəm, ən azından başqa ölkədəyəm, onsuz da mənim dilimi bilmirlər. Uzaqbaşı kimsə deyəcək ki, polakca danış, ona da deyəcəm, salam aleykum. Sadəcə bir video sənə həqiqətən maraqlı deyilsə, onu izləmək məcburiyyətində deyilsən. Ona rəy bildirmək heç məcburiyyətində deyilsən. Yəni, bunu özünü niyə məcbur edirsən ki? Yüzlərlə insan var. 100% də bu video sənin qarşına çıxa bilər, sənin düşüncəndə ola bilər və yaxud da olmaya bilər. Burada qeyri-adi bir şey yoxdur. Amma açığı mənim uğursuzluğumun, mənim bədbəxtçılığımın bir tərəfi odur ki, mənə %100 inanan heç kim yoxdur.
Ona görə bu yolda təkəm, bu yolda tək davam edirəm, bu yolda tək davam eləyəcəm. Belə davam edir hekayə. Hekayə davam edir. 2026 yanvarın 5-idir bu gün. Ümumiyyətlə bu işıqları sevirəm. Bilmirəm nə qədər düşür işıqlar. Ümumiyyətlə işıqlar düşürmü? İçimdən keçdiyi qədər belə kameranı qoyub sadəcə paylaşmaq istəyirəm fikirlərimi. Hekayə bundan ibarətdir. Hələ ki tam stabil iş tapmamışam. Var yerlər müraciət ediblər mənə ki, qayıtmaq istəyirsən, bu həyatda qalmaq istəyirəm, amma mən o yerlərdə qalmaq istəmirəm. Özümü rahat hiss eləmirəm orada. Və əlimdən gəldiyi qədər daha çox axtarışlar edirəm. Mənim səhər saat 6-da 7-də dururam, baxıram iş elanların saytına, göndərirəm CV-lər və beləliklə axtarışdayam və alınacağına inanıram. Yox ki, kimsə mənə müraciət edib və mən onu stokda saxlamışam, elə deyil. Sadəcə tam səmiyyətindən mənə uyğun yerdə alacağına inanıram və bu il əslində bunu eləmişəm mən uzun illər. Kebabda işləyəndə mən 2 il, başqa yerlərdə işləyəndə bunu eləmişəm. Mütəmadi qaldığım yerlər olub, amma suşidə qısa müddətdə olub. Birində sənədləşməyə görə problem oldu, birində öz psixoloji probleminə görə problem oldu. Bu il tapdığım yerdə, özümü rahat hiss elədiyim yerdə, büdcə olaraq mənə sıxıntı yaşatmayan yerdə, qrafik olaraq mənə sıxıntı yaşatmayan yerdə tam 1 il qalmaq fikrindəyəm. Bax, tam tapdığım gündən tam 1 il. Elə bir ki, yanvarın tutalım ki, 13-ü tapsam, gələn il 2027-nin yanvarın 13-ünə qədər mən orada işləyəcəm. İnşallah ölməyib yaşasam. Ondan sonra artıq öz yoluma davam edəcəm. Tam 1 il istədiyim yerdə qalacam.